layihəmiz olan hədəf verilişində siz bizim qonağımız olmuşdunuz və bu sualı mən orada da sizə vermişdim. Yəni belə adlandırmışdınız ki, sənətçilər hal-hazırda pul tutmaq üçün, yəni başqa sahələrdə çörək pulu olmadığı üçün pul qazanmaq üçün show biznesə gəlirlər. Yəni hər bir mahnı yazdırır, bir mahnı oxuyur, toylara gedir, ondan pul qazanır. Yəni, elədir. Bax, bəyalar mən heç uzağa getmək lazımdır. Burada bu studiyada mən öz ifamla sübut elədim ki, o mahnılara toy mahnıları duyururlar. Onlar, yəni Azərbaycan estrada, yəni klasik estrada janrıdır. Bəstəkar mahnılardır, yəni. Yəni bu bizim pasportumuzdur. Bir dəfə toy mahnıları oxuyurlar, misal üçün İndestu, Qanga, Cimo. Bizim Azərbaycan musiqisi deyil. Yəni bilirsiniz, hər bir musiqinin sahibi var. Mongol öz dilində oxuyur, Kitay öz dilində oxuyur. Biz Kitaysk oxuyuruq son illər. Yəni biz ana xəttdən çıxmışıq, gedirik. Bax, bilinmir, türkdür bu, kürtdür bu. Bilirsiniz nətər, o mallar olar, o qabaqla oteka bıçaq vururdu. Yəni dartdı, girirdin dükana, şirniyyat yiyinlə adam ləzzət edir. Musiqi də belə şirin olmalıdır, səs həzin olmalıdır və Azərbaycanın havası duyulmalıdır orada ki, bu oxuyan Azərbaycanlıdır. Oxuyan mən bilmirəm, Hindusdur, Müsəlmandır, Belarusdur, Kitaydır, nədir? Axırda bilən bunun familiyası misal üçün Əlimir Əliyevdir. Bəs Əlim müəllim, siz niyə yeni mahnılar yazdırmırsınız? Yəni göstərmiş ki, nə bilirsiniz mən yazdırmamışsınız? Hardan bilirsiniz? Mən çox bilirsiniz mən repertuarımı. Bu sahibdən yeni mahnı oxuyacağım, baxacağız. Çox gözəl Əlim müəllim. Yəni gündəmdə olmadığına görə, yəni repertuarınızda rastlaşmadığımıza görə bilirsiniz elmi xanım, sual verdi. bilirsiniz mən sizə bir söz deyim. Mən heç vaxtı öz fəaliyyətimi dondurmamışam. Dostluq münasibətiniz var Sevinç xanımla? Bəli. Və o gün mən sadəcə istəmədim belə çox belə açıq danışıb bu haqda. Rast ki, madem siz sual verirsiniz, mən sizə deyim. Sevinç xanımın prodüseri mənə zəng verdi ki, Sevinç Uşalı sizinlə görüşmək istəyir. Dedim, o kim deyil? Dedi ki, o müğənnidir. Dedim ki, sən kimsən? Dedim, mən onun prodüseriyəm. Dedim, valla mən 45 il oxuyuram, heç mənim bir dənə şoferim yoxdur. Necə bunun prodüseri var? Mən bunu tanımıram, müğənni kimi. Misal, azıq gəlməsin, olan şey deyirəm mən. Yəni, gəldi mənim yanıma, oxudu, gördüm, bəli, səsində bunun elə bir həzin var, həzinlik var. Amma hələ o şey olar, o nətər dərlər, çiğli, biçmikli də xoreydə. İnşallah mən o pişirəcəm onunla bir yerdə, səni yoxu oxumaq ver. Və ondan sonra görək nə çıxacaq. Mən inanıram ki, Sevinç yaxşı oxuyacaq. Hələ siz də yaxşı oxuyacaq, səni də mən pişirəcəm inşallah, musiqi ver. Çünki profesional insan, o demək deyirəm, mənə də pişirdilər belə. Gülağa, Şövkət Ələkbərova, Rübaba Muradova, Qulaçkar, Əbülfət Əliyev, İslam Rızayev, bizim Gülara, Danılız instrumental ansambl. Bilirsiniz, mən elə-belə gəlib Əlimir Əliyev olmamışam. Siz bir yerdəs qalmaqal deyirəm, mən oxuyanam. Mən demirəm, yaxşı oxuyanam, düz oxuyanam mən. Düz oxuyuram. Mən bilinir ki, bunu Azərbaycanlı balası oxuyur. Mənim oxumağımdan hiss olunur ki, Azərbaycan həm musiqisini, həm sözü bilir, həm də onun Azərbaycan Üzeyir Hacıbəyin qoyduğu yolu bilir. Bax, bu da bizim musiqimiz. Mən sizi aparım Azərbaycanlı, aparım sən ermənisi layihələr çalsam, sən nə oxuyacaqsan? Mən ümumiyyətlə çox üzr istəyirəm. Yəni, bilirsiniz ki, bugünkü gün çoxlu müğənnilərimiz var. Bəs sizcə Sevinç xanım öz sözünü deyə biləcəkmi? Bəs mən deyirəm axı, mən səsinə qulaq astım xanım. Mən onun hissələdim ki, avazı var, gözəl, səsi, əsas avaz var, musiqi duyumu var. Onu sadəcə puxtələşdirmək lazım. Dəstək olacaqsa yəni. Hə, şübhəsiz. Şübhəsiz, əgər gəlib oturmuşam, artıq dəstəyəm mən. Əlim, belə bir sual da vermək istəyirəm. Kimsə üçün, sizi biz dəvət eləyəndə, əyləşəndə, mən sizdən soruşanda ki, Sevinç Uşalını tanıyırsınız, dediniz ki, yox, bir dəfə görmüşəm. Amma sonra deyirsiniz ki, bağ evimdə Sevinç xanım olub. Yəni bu söz belə ağzımızdan çıxan söz oldu, yoxsa? Yox, ağzımızdan yox, hələ mənim ağzımda heç vaxt hələ belə söz çıxmır. Yəni birinci görüşünüzü niyə bağ evimdə təyin eləmişdiniz siz? Bu yaxında özdə olub. Gəlib bağa, sürücüsü ilə, prodüseri ilə mən onu qarşılamışam və bir də yanında şey gətirmişdi, klavişniklə, nədir, piyanist. Şimdi zaten ağlaş çala bilmirdi, elə axtarırdı orada nəsə. Axır mən tapdım, o axtaranca mən tapdım da otur rayalinin arxasında oxudu, mən qulaq astım ona və bəyəndim. Amma hələ... Sevinç xanımın özünü bəyəndiniz, səsini də bəyəndiniz. Yəni efirə yaraşan... Özünü hələ bilmirəm, amma səsini bəyənmişəm. Aha.
Elə isə Nəriman Deməli müəllim belə. Torbada bir şey var. Başlandı. Torbada bir şey Qalma var. qal başlandı. Ha, buyur. Mevzunu verdim size. Başlayın. Uzun. Ay kız gezme aranı, könlüm senden yaralı. Ay kız gezme aranı, könlüm senden yaralı. Gözlerine heyranım, Qarabağın manalı. Gözlerine heyranım, Azerbaycan manalı. Sen kulak üstüne gelende, bir kaçmak gülende, aldın sen bir kararını. Azerbaycan manalı, aldım sabri kararı. Azerbaycan manalı. Gide kız yayla, Ceylan gibi oyla. Gide kız yayla, Ceylan gibi oyla. İnek İstanbul'a, Azerbaycan manalı. Ele İstanbul'a, Qarabağın manalı. O güne kurban keserem, gelmesen senden küserem. Gezerem senden aranı, Şuşamızın manalı. Gezerem senden aranı, Qarabağın manalı. Xatirə dəftərim durur qarşımda balam. Xatirə dəftərim durur qarşımda balam. Dolanır bir ölməz sevda başımda. Cənnət qaramaqda zaman yaşımda. Ay əlim bir gözəl sevdim, yadıma düştü, yadıma düştü. Vermem elimle o sevgini. Deyirəm ursanadır eşqin odundan. Deyirəm bir sonadır eşqin odundan. Adı şairin düşməz dilindən. İstanbul'ağında o camanın əlindən. İstanbul'ağında o kızın əlindən. Su alıp içtim, yadıma düştü. Aman aman yok, canım hayda. Yoruldum sevgilim, yok gözlerimden, yollar gözlerimden düşebilirler. Yoruldum sevgilim, yok gözlerimden, yollar gözlerimden düşebilirler. Yoruldum sevgilim, geç geldi meydan. Ben bu ayrılığa düşebilirler. Yoruldum sevgilim, geç geldi meydan. Ben bu ayrılığa düşebilirler.
dözə bilmirəm, dözə bilmirəm. Mən bu ayrılığa dözə bilmirəm. Səndən ümidimi üzə bilmirəm, dözə bilmirəm, dözə bilmirəm. Mən bu ayrılığa dözə bilmirəm. Səndən ümidimi üzə bilmirəm. Ey qara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qaldın gəlmədin, gülər üzlü dilbərim. Qara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qaldın gəlmədin, gülər üzlü dilbərim. Ay saçı vurma, uzakta durma. Ay saçı vurma, uzakta durma. Gel ay sevgili, boynunu vurma. Dağda duman, barışar barışar. Dağda duman, yeri var yeri var. Kaşta çaman, yeri var yeri var. Dağda duman, yeri var yeri var. Kaşta çaman, yeri var yeri var. Yarın benden inciydi, dilim danışmayın. Yumar yeri var. Yarın benden inciydi, dilim danışmayın. Yumar yeri var, yumar yeri var. Yumar yeri var. Dilim danışmayın. Yumar yeri var, yumar yeri var. Yumar yeri var. Dilim danışmayın, yumar yeri var. Yarın benden inciyim, dilim danışmayın. Yumar yeri var. Yarın benden inciyim, dilim danışmayın. Yumar yeri var. Üstekanın sarısı, yere kurban olur. Üstün kaldı yarısı, yere kurban olur. Üstekanın yarısı, yere kurban olur. Üstün kaldı yarısı, yere kurban olur. Gelin değil yarıma oy, ona kurban olur. Gelsin gece yarısı oy, yere kurban olur. Gelin değil yarıma oy, ona kurban olur. Gelsin gece yarısı oy, yana kurban olur. Yere kurban, yere kurban, yere kurban olur. Sevgilim sen bana kimi süzme içimden öğrendin. Ay yüzüne siyah gelir, ay yüzüne siyah gelir. Yüzme içimden, ay öyledin sen öyledin. Süzme içimden öyledin, ay öyledin sen öyledin. Süzme içimden öyledin. Ben sevirem senmiş hanım. Onda bana inmiş hanım. Ay giden ondan gel alıp Boynuna elberi öyle gelelim boyuna. giden ondan Gel alıp boynuna, bir hemen eyle gelelim boyuna. Ay vay. Vay vay vay. Çürgün alı senindi. Ay giden ondan gel alıp boynuna. Ay kız
olun. Konsertimiz tutardı. Hər birinizə Öz çox sağ olun fəaliyyətin deyirik. sənə bundan ibarətdir, qardaşlar. Çox sağ olun, minnətdarım. Var olasınız, səsiniz Var olasın, var olsun. gözəl musiqi. Uğurlar olsun sizə və buyurun əyləşin. Əli müəllim. Bəli, Əyləşin, sizə belə bir sual verim. yaxşı. Ay qız gəzmə aralı, könlüm səndən yaralı. Onu mən Gözlərinə heyranam, ay Şuşanın maralı. Maralı. Niyə elə Şuşanın maralı? Hərdən Azərbaycan da deyirəm, hərdən Qarabağ da deyirəm. Niyə ilk başqa mahnı gəlmədi ağlınıza elə? Söyləyim də sizə də. Niyə mən deyirəm bunu? Çox gözəl. Sualı bir şey var. Şuşalı olduğunu görə. Bizim, yox, söhbət Şuşa. Biz bugün hamı Şuşalıyıq. Bu sənə danışırsın. Biz bugün Bütün Azərbaycan Qarabağlıdır. Siz bunu mən xahiş edirəm düzgün başa düşəsiniz. Bizim Qarabağımız yoxdur. Bizim bir gözümüz kördür. Yəni Qarabağ bizim Azərbaycanın yaralı yerimizdir. Bəli. Mən ona görə məhz Qarabağı mən hallandırdım. Şuşa da Qarabağımızdır, Ağdam da Qarabağdır. Yəni ki, bütün hamısını Azərbaycandan, külli Azərbaycandan mən Əli Mirəliyev qurban olum. Mən xalqımı çox istəyirəm, onun musiqisini çox istəyirəm, özümü çox istəyirəm və ona görə də bu mənim yaralı bir yerimi mən ifa edirəm. Yəni Şuşanın maralı, Azərbaycan maralı, axı Şuşa yoxdur axı. Var Şuşa bizim qəlbimizdədir. Azərbaycanın torpaqlarıdır. Dəyüzlərə vermiş arendiyədir, biraz işlətsinlər, sonra qaytaracaqlar. Bəli. Bu da çox uzadırlar, bunlar qaytarmaq heç fikirlər yox. Gəlib iki dənə tifət yumruq vuraq onlara, ayrılsınlar ki, ay kişi, sən mənim evimdə oturmuşsan, öz evində olur. Belə, yəni ona görə mən mahnı oxudum və bir də köy xoşum gələn var ki burada. Bəs Sevinç xanım, sizin reportajınızda gəlmədin, sevgilim, bu mahnılar kimə əsr olunub? Yəni unutmadım. Yaxşı, bu nə Nakam demək istəyirsən, sən məhəbbətim. Aygüstünə Əli Mirəli məhsul olun, eyb yox. Yəni burada söz nakam- də də. Yəni deyirsiz açım deyim. Bəs açıb deyəndə olursan yaxşı da. Buyurun Sevinç xanım. İstədən də olursan, Əli Mirəliyev Sənə hamısını dedi, söylədi ki, yəni bu oxuduğum gəlmədin, unuda bilmədim. Bəlkə elə gəlsin o gözəl musiqi. Verişimizin irəliləyən dəqiqələrində inşallah Olacaq, yəni. olacaq. Cavabını Əli Mirəliyev dedi. Yox Sevinç xanım, siz bizim sualımızla necə deyə belə yan keçdiniz. Sualımızın əsas məqsədi, bax misal üçün AFA qayıt gəl. biz bu adam qalmaqal salmaq istəyir, sən başa düşmürsən. Yox, açıq demədi. De də. Afaq Xeyr, mən məsəl üçün eləmədi. gedib ki, Niyə elə öz deyil? sevgilimə həsr eləmişəm. Aha, misal üçün qayıt gəl, sevə bilmərəm dedi. Münasibətində soyuqluq var. Növbəti mahnımı sən xanıma həsr eləyəcəm, eyb yox. Bəli, doğru, yalandandır mahnı olur. Sevinç xanım. Sevinç xanım, siz Ne qazan gözəl demirsən. Burana ay dolan, yazaqların ay, yazaqların ay dolan, Üst yolunda ay balam çobanlardır, üst yolunda ay balam çobanlardır. Alt yolunda ay balam ayrı ayrı ay gül, kör babalar ay bala kulaklardır